Sponsor Nabran Palma İstirahət Mərkəzi. Xüsusi sponsor Qızılqusar və Qusar Naturals təbii meyvə şirələri. Sponsor Lənkəran şəhəri, Şilim kəndi, Səfalı ailəvi restoranı. Həm Şəmkiri gəzməliyəm sabah tək, maraqlı yerləri, görmədiyim yerləri görməliyəm, həm sizə təqdim etməliyəm. Eyni zamanda, təbii ki, Şəmkirin də özünə məxsus adət-ənənələri var, silinməz tarixi var. Maraqlı olur məncə bugünün. Biz Şəmkirə qonaq gəlmişik. Maraqlı, xoşumuz olsun. Qonaqlar gələndə ilk görəcəyi yer haradır? Tarixi, abidə olsun, park olsun, yer olsun. Yəni Şəmkir nə ilə seçilir? Qonaq gələndə hara üst tutulur? Almanlar yaşayıb köhnə burada 39-a kimi. Bu biləyləşim. 4 küçəsi olub burada Şəmkirin. Adla deyirlər. Birinci, ikinci adları var hamısı. Birinci küçə, ikinci, üçüncü, dördüncü küçə. Vaxtilə Almanlar yaşadı küçə. Almanlar yaşayıb. Almanların indi görməli yeri Alman kilsəsi var bir dənə. Yaxındadır, yəni parka yaxındır? Birinci küçədə o biri park var orada, Komsomol park. Ondan biraz aşağıda. Alman kilsəsidir. Yəni adətən gələndə ora baxırlar, nə bilim, hətta toyza deyəndə o gəlinlər zat gedirlər ora, çəkilir. Maraqlıdır da, yəni görüləsi bir mənzərə bir yer. Qədimi bir abidədir da o. Bu gün də qorunub saxlanılır dövlət tərəfindən Şəmkirdə təmiş. Qorunub saxlanılır. Hər vaxtınız, hər anınız, hər gününüz xeyirli uğurlu olsun MTV Azərbaycanın və Nə var yox proqramının dəyərli, çox sevilən izləyiciləri. Bəli, biz yenə də efirdəyik və gəldik, özə necə gəldik. Və inanıram ki, bu həftə görüşümüz də hər biriniz üçün çox maraqlı olacaq. Çünki biz Nə var yox TV komandası olaraq hər zaman çalışırıq ki, maraqlı, sevilən, gözəl proqram təqdim edək. Çünki MTV Azərbaycan rəngarəng proqramlar təqdim edir. Elə çox maraqlı, şou, əyləncəli bir kanaldır. Və MTV Azərbaycan tək Azərbaycan deyil, bütün dünya izləyir. Və inanıram ki, MTV Azərbaycan komandası elə komanda olaraq hər zaman xalqımıza yüksək səviyyədə xidmət edərək maraqlı, sevilən proqramlar təqdim edir. Siz izləyin, biz sizə təqdim edək. Dəyərli izləyəcəyimiz, bu həftə görüşümüz çox bir gözəl, maraqlı bir bölgəyə, Qərb bölgəsinə, sevilən bir şəhərə, Şəmkir oldu. Şəmkirə gəldik, amma təbii ki, görüşümüz çox maraqlı oldu. Çünki məni qarşılayan və bizi dəvət edən nəğməli qonaqlarımız var. O qonaqlar kimlərdir? Gəlin elə bunu gedişatda izləyək və bilək. Kanalı dəyişməyin. Nə var yox bu proqramı bu həftə Şəmkirdə. Şəmkirdə 4 küçə Almanlar küçəsi kimi tanınan küçələrin birindəyik. Bəli, bu da sakinlər üçün balaca bir parkdır. İnsanlar, yaşlı insanlar, böyüklər, kiçiklər gəlirlər bu parkda əyləşib, gözəl hava qəbul edirlər və istirahət edirlər. Və mən dedim ki, elə Şəmkirə gəlmişəmsə bu parkda da bir gəzim. Balaca da olsa maraqlıdır. Şəmkirdə gözəl bir insan, ziyalı bir insan. Tanış olaq, salam elə ki. Əmraslandır. Əmraslan mənim. Həmən o söylədiyiniz Anefit, Alman vətəndaşı, bu kilsəni, bu küçəni, bu tikilib, bəli, küçələr. İdeya verən bilət idi, yəni ideya verən, təklif edən və bu işi görən bu kişi olur. Görən, bəli. Öz əl əməyinlə də işi görübdür. Dostlar,
Əmraslan müəllim məni elə bir yerə, bir evə gətirir ki, doğrudan mənim üçün maraqlıdır. Biz indi hara gəlirik? Biz gəlirik, Vaqif kişi var. Aha. Bunların kökü Alman köküdür. O vaxtdan gəliblər, qalıblar burada. Ay Vaqif dayı, ay ev yiyəsi. Salam əleyki. Aleykümselam. Deyən, vaxtınızı aldıq, çox sağ olun. Vaqif kişi, düzdürmü? Bəli. Əsliniz, kökünüz, nəsliniz Alman oldu, düzdürmü? Almandan gələnlərdən olmuşsunuz. Mən Azərbaycanlıyam, amma anam təmiz Nemetsə qızıdır. Mənim anam müharibədə olub, 41 müharibəsində. 41-45 1900. Mazdokda olubdu, svязист olub. Atam da onu orada tapıb. Tapıb, tanış olub, evlənib, ailə qruplar. Və siz də gəlmişsiniz bura, Bəli. Şəmkirdə məsumlaşmışsınız. Çox sağ olun, vaxtınızı aldıq. Bəli dostlar, bu anda istəyərdim ki, elə Nə var nə yoxun Şəmkir buraxışında nəğməli qulaqlarımı dəvət edim və təqdim edim. İlk olaraq dediyim kimi, öz ansamblına hər zaman bizim efirlərdə qonaq olan Gəncə Basarın, Şəmkirin döyünən ürəyi, bizim dəyərli dostumuz, sənətkar Adil Şəmkiri və eyni zamanda bizim Nazlı Düzlü xanımımız, bizim Bahar Günəş buyursun və sazlı sözlü Əhliman Rüsəmov. Hər birim xoş gəlib, gözəl nəğməli qonaqlarım. Günəş varsa bahar var, bahar varsa günəş var, sözdən bol, musiqidən bol. Bu həftə gözəl qonaqlarım, dəyərli dostlarım. Bir görüşək, xoş gəlsən. Çox sağ olasın. Xoş gəlsin qardaş. Xoş gəlsiniz. Deyin görüm nə var, nə yox. Bir əyləşəyin, görəyin. Siz əyləşin. Mehribansınız olsun, bəli. Necədir əhval-ruhiyyə? Hər şey yaxşıdırmı? Qardaş, xoş gəlibsən. Allah sağcan sağlıq versin. Çox sağ ol ki, məni heç sabah yaddan çıxartmırsan. Emin qardaşım mənim. Bahar xanım, xoş gəlibsin Şəmkirə. Əhliman qardaşımız var olsun, həmişə gözəl günlərdə görüşək. Gözəl musiqiçilərimiz, qardaşlarımız, bizim əziyyət çəkilər var olun. Mən də sizə deyirəm, nə var, nə yox, qardaş, yaxşılıqdır. Həm yaxşı olun. Öpürəm səni, qardaş. Siz varsa hər şey yaxşıdır. Və Əhliman baxmayaraq sənə kimi hər zaman iş adamıdır, həm müəllimdir, toylar falan və s. Amma bu yay mövsümündə həm işləmək lazımdır, həm istirahət, həm də efir televiziya lazımdır. Bugün məni tək qoymadınız, mənimlə bir yerdəsiniz, çox maraqlıdır. Özü harada, Şəmkirdə, qala ailə bir məkanda. Əhliman varsa da tarda var, gitar da var, saz da var, söz da var, hər şey boldur, düzdür? Müəllim, xoş gördük. Mən də bütün izləyicilərimizi hamısını salamlayıram. Sizin verilişiniz çox bahamlıdır, çox gözəldir. Yəni yenə uğurlu olsun. Yəni verilişimiz hər zaman uğurlu olsun. Bu qədər. Əhliman ümumiyyətlə danışmanası yoxdur. Uğurlu olur, çünki komanda peşəkar olarsa, ansambl, müğənni gözəl olarsa, niyə də baxımlı olmasın. Çünki bugün burada, bu gözəl məkanda günəşimiz də var, baharımız da var. Ona görə niyə də gözəl və uğurlu olmasın, elə Bahar? Təşəkkür edirəm, Emin, xoş gördük hər birinizi. Təbii ki, yenə Şəmkir elindəyik, gözəl bir məkandayıq. Və inşallah bu verilişin də digərləri kimi qəşəng bir şəkildə izlənər. Ən əsası izləyiciləri, hər kəsə xoş gördük. Qarşıdan bilirsən ki, yay gəlir. Bu yay mövsümündə hər kəsə bolca istirahət arzu edirik. Necə ki, çalışıb əziyyət çəkirik, artıq məncə dincəlmək zamanıdır. Hər birinizə uğurlar diləyirəm. İnşallah ən gözəl şəkildə, sağlam canla, gözəl istirahətlər, xalqıma xoş günlər. Nə deyə bilərəm? Sənə də işində uğurlar. Rəqibin gəlir də bilirsən. Mən belə rəqibləri sevirəm. O rəqib ki, mənim dostumdur. 6-cı ay, iyun ayındayıq, yay mövsümdəyik. Amma iyul, avqust ayı biz elə komanda olaraq həm istirahət edilib, həm də maraqlı bir proqrama təqdim edirik, gələk. Həm qış mövsümü uyğun olaraq, həm yay mövsümü. Bu məkanda Qala Ailəvi İslam Mərkəzində bizim üçün gözəl bir masa, süfrə hazırlanıb, çay süfrəsi. Deyir, həm şirin yeyək, şirin danışaq. İndi keçən masaya daha maraqlı, səmimi söhbət edək. Olar dostlar, sizi qarşıladım, indi zaman söhbətindir. Həm səmimi söhbət edək, eyni zamanda gözəl də musiqilər təqdim edək. Bəli, proqramımız davam edir. İzləməkdə qalın.
Sevgiden kim usanır, tadına doyulmaz. Hangi gönül ıslanır, severle oyulmaz. Kaç kere yemin ettim, kaç güne döndürdüm. Sensiz yapamıyorum. Bak yine geri geldim. Kaç kere yemin ettim, kaç gününe de girdim. Sensiz yapamıyorum. Bak yine geri geldim. Sensiz yapamıyorum. Bak yine, bak yine, yine sana geldim, sana geldim. Gözlerinden okunuyor, beni seviyorsun. Sözlerin seni ele veriyor, sen de istiyorsun. Elinde sonunda benim olacaksın, adı naz yapma. Sevgi aşkı bende bulacaksın, yapamazma. Bıktırmazsa değilme, yeter beni kızdırma. Gel artık kollarıma, Yunus hepim yollarına. Bıktırmazsa değilme, yeter beni kızdırma. Gel artık kollarıma, Yunus hepim yollarına. Gel gündüzle gece yol alım, gökyüzünde yıldız olalım. Seninle mutlu yarınları koşalım, gel beraber mesut olalım. Gökyüzünde yıldız olalım, gökyüzünde yıldız olalım. Seninle mutlu yarınları koşalım, gel beraber mesut olalım. Gel beraber mesut olalım. Gel beraber mesut olalım. Gel beraber Nabranın Füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat kotejlər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aquaparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı?
Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Lənkəranda Səfalı adlı bir gözəl ailəvi istirahət ediləcək, gəlib görüləcək bir məkandır. Səfalı adından bəllidir. Yeni bir məkandır. Səfalıda artıq musiqidən bəllidir. Toy, nişan, ad günü, xına yaxdı, özəl günlərinizi, ad günlərinizi məhz elə Səfalı ailəvi bir məkanda keçirirsiniz ki, gününüz xoş və yadda qalsın. Burada Cənub bölgəsinin ən ləzzət təmanının dadından dada bilərsiniz. Eyni zamanda personalın yüksək səviyyədə xidməti, gözəl qulluq, gözəl xidmət və sərfəli qiymət. Bunların hamısı bir arada cəmləşib, harda Səfalı ailəvi bir istirahət məkanında və mən təbii ki, məkanın özəlliyini, gözəlliyini bura gələn qonaqlar bilir. Burada tək böyüklərimiz deyil, eyni zamanda ailə ilə gələn körpələrimiz də düşünüblər. Bax, məhz elə orada uşaqlar üçün gözəl bir əyləncəli park, mini bir park hazırlanıb. O parkdan körpələrimiz də məhz elə oradan yarana bilər. Bu məkan Cənub bölgəsində, Lənkəranda bir dənə rəqib tanımayan bir məkandır. Elit insanların fərqli bir məkandır, ailəvi bir məkandır. Toy, nişan, ad günü, özəl günlərinizi yalnız Səfalı nömrə 1 olan məkanda keçə bilərsiniz. Qiymətlər münasib, xidmət yüksək. Ən əsası özəllik, gözəllik məkanın elə içəri girəndə bu məkana daxil olanda bilirsiniz. Bir sözlə gəlməyə, görməyə dəyər. Səfalı adı kimi tam fərqli bir məkandır. Hə dostlar, gözəl çarşıdasındayıq, mürəbbəmiz var da, Akkara. Allah var eləsin. Amin. Şəmkirdə bizdə oradan qonaqpərvərlik hər zaman hiss olunur. Amma dostlar sağ olsun, çünki burada o qədər dəyərli dostlarım var ki, mən özümü rahat hiss edirəm. Elə başda elə adil olmaqla, adillə mən 10 ildən artıqdır. 10 illə? 20 illə. 20 illə 10 il nədir qardaş? Çoxdur. Bax, 20 ildir. Etiraf elədi, 20 ildir. O gün bugün ilk gününüzdə tanış olub. Həmişə də sən məni axtarırsan, sən məndən etibarlısan. Amma yox, bunun axtarmağı var, təbriklər var. Allah köməyin olsun. Qarşılıqlıdır. Bugün doğrudan da Adilin insanlığı mükəmməldir. Sənətlə söz yoxdur. Yəni az deyil də, yəni bəlkə neçə il var? Bir 20 il var, ondan artıq var bəlkə sənət olmağı. Çox üzr istəyirəm, bizi sənətkarlar bizə baxır. Mən həmişə deyirəm, mən sənətkar deyiləm. Allah mənə bir ruzu verib deyil, min qardaşım. Yol. Allah elimizə bağımızı var eləsin, həmişə toylarda görüşək. Savadım olmasa da Allah Teala birinci mənə ağıl veribdir. Ağıl olmayandan sonra o bütün savadım olsun, heç nə eləmək mümkündür. Çox şükür bu günə. Bu ay məndən ötürü çox gözəl bir aydır. Niyə? İyun ayı. Həm 41 yaşıma keçdim. 41 yaşıma. Allah köməyimiz olsun. Həm nəvəm Uğur, nəvə bu ayın 21-i 1 yaş tamam olur. Allah şükür. Böyüklərdən. Həm həyat yoldaşımın doğum günüdür. Ay maşallah. Salamlayıram. Parada doğum günüm daha 27'si. Allah sizi də təbrik edirəm. Onlar da tanımadığı yok. Allah sizi qorusun, Allah sizi var eləsin. Buradan qudalarımı salamlayıram, nəvələrimi salamlayıram. 2 nəvəm var, Allah sizə qismət eləsin. Uğur nəvəmi, Ayla nəvəmi salamlayıram. Yolda olan nəvəmiz də var, Allah üstündə olsun. Amin. Olmayanlara da qismət olsun. Amin. Hər bir evdə qonaqda köpə səsi gəlsin. Gənclərimiz, subaylarımıza evlilik qismət olsun, arzu edirəm. Evli ailələrə xoşbəxtlik arzu edirəm. Mənim evdə özü artıq anam var, Allah bütün valideynlərim. Salamlayıram, mənə evdə vaxtı arası və əsəbləşir ki, imkan verir qonaqlar buradan açsın. Ona görə mən ancaq qonaqlara imkan verəcəm ki, qonaqlarımı rahat danışsın. Adilin təzə və köhnə qohumlara, dostlarına, qonşularına, əziz, bunu yaxın bilən dəyərli dostlarına hər birisine salamlar göndərir və kimlərin ki ad gündür, Adillə yanaşı, ailəsinə yanaşı, bütün iyun ayında doğulan gözəl xanımlar, bəyləri, Azərbaycan xalqını təbrik edirəm. Bu ünvana çatsın bu ayda doğulan insanlara. Gözəl gün, gözəl bir həyat arzulayıram.
ad günün varsa, demək şənlik var, musiqi var. Təbii ki, gözəl günlər, gözəl həyat arzulayıram. Sağlamlıq, başımlıqla. Amma Bahar xanım doğrana, niyə mən səni çox istəyirəm, sən deyəm. Biz apazız hər zaman sərbəstluq və etiraf etməyə bacarmalıyıq və bacarıq da. Bu şou bizim sənətdə elə bir şeydir ki, saxtalıqlar çoxdur. Çox üzər var. Bir insan deyək 40 dənə üzü var, 40 dili var. Bu təbii bizə aid deyil, şükürlər olsun. Amma Baharda qeyri-adili odur ki, nə var odur. Ya həddir, ya yox deyir. Bahar xanımın da məsələn ola bilər əsəbli vaxtı olub, işində çox bir çətinlik yanıb. Amma ona baxmayaraq, o əsəbindən, o narasından mənə vaxtlar ki, yox, mən Emin sənin yanındayım. Bu mənim üçün dəyərli. Var olsun. Yəni bir insan ki, mənə vaxtını ayırıb, düzdürmü, dost olaraq yanılırsa, bu demək mənə onun hörmətdir. Komandada olan hörmətdir. Çox sağ ol, nə yaşı varsan ki, nə yaşı buradasan. Təşəkkür edirəm. Bayaq elə biz ki, Aydın müəllimlə söhbət edəndə ümumi bu genel olaraq cəmiyyətdən danışanda insanlar bilirsən nəyə görə elədir? Sadəcə bacardıqca hər şey öz qabaqlarına çəkirlər və belə deyim də sadəcə pul üçün çalışdıqlarına görə xarakterlər, şəxsiyyət yaddan çıxır. Başlayır artıq kənardan da bu məlum məsələdə müdaxilələr, pis görüntü verir və həmin insanın şəxsiyyətini unudan bir adam nə lazımdır ki? Mən ümumiyyətlə deyirsən belə, yəni ən çətin, ən əsəbi halında belə mən onu heç vaxt kənardakı insana bildirməməyə çalışıram. Çünki kənardakına nə mənim problemimdən, mənim işimdən, tutaq ki, mənim əsəbimdən biz insanlara nə qədər ki bacardıqca gülərüz, səmimiyyət, insan kimi davransa, qabağındakı da artıq başlayır insan kimi davranmağa. Yox, əgər o onun qabında yoxdursa, şəxsiyyətində yoxdursa, insanlıq yoxdursa, o yəni insan demək belə tamamilə mən sizdən razım. Açdı gül oyandı, hər tərəf hal boyandı. Dərdimdən neçə oğlan yanar o da qalandı. Açdı gül oyandı, hər tərəf hal boyandı. Dərdimdən neçə oğlan yanar o da qalandı. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz. Dağlarda qar sevərlər, ağacda bar sevərlər. Özünə çox güvənmə, üstünə yar sevərlər. Dağlarda qar sevərlər, ağacda bar sevərlər. Özünə çox güvənmə, üstünə yar sevərlər. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz. Döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Dağ döşündən aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz. Mən istəyirəm ki, insanların yaxşı sözünün üzünə deyək, pisin üzünə deyək ki, bu tənqiddən nəticə gözülsün. Və əhlimanda bu da illərin var, sənətkardır, sazından, sözündən, mahir bir ifasıdır, qızıl bağmalıqdır. Şitaran da bacarır, tarı da bacarır, saz da bacarır. Yəni adam var, musiqidə müəllimdir. Həsənin sözü deyil, abur həyasından, mədəniyyətinin vardı, ona da namaz qılan qardaşdır. Allah qəbul etsin. Valla namaz qılan və yaxud da qılmayan, o ona baxmır. İnsan insandır. Elə insanlar var ki, nümunədir. Elə namaz qılanlar var ki, hər zaman nümunə olur. Amma
Qardaş, sənin o dəvətlisən, mən təhsil almamışam. İmperator İbrahim Tatlıses o təhsil almıyor. Bəzi elə sənətkarlar var ki, xalq asırlar var ki, onlar təhsil almıyor. O dünya görüşünə, Allahın verdiyi qismət, Allahın verdiyi bir paydır hər bir insana. Əhlimanda mən nə gördüm? Əhliman, biz aparıcılara fikir veririk. O dedim axı, abır həyat, insanlıq, kişilik, mərdlik. Bu insan düşünmür kim var, nə yox. Deyir, emin varsa oradayam. Çünki o bilir axı, onu necə qarşılıq. Bu müğənnilərdə, bu məhz elə rayonlardan gedir ha, əziz dəyərli dostlar. Yəni, yaxşılara aid deyil, yaxşılar da eşitsin, pislərə də bir örnək olsun. O varsa mən gəlmirəm, bu varsa mən gəlmirəm. Qardaş, hər kəsin öz ursu, öz yolu, öz dəstxətti var. Baharın bahar adı var, bahar dəstxətti var, baharın bahar ursu var. İnsanı hara bağlasan, padvalı belə bağlasan. Allah onun ursu varsa ona qismət edəcək. Adil adildir. Əhliman əhlimandır, emin. Özünü ondan zəif görür, özünü ondan zəif görür. Bir insan bir insana deyir ki, o oradadırsa mən gəlmirəm, demək özünü ondan zəif görür ki, gəlmir. Niyə gəlmir? Axı bizim də mənə çatmır, qardaş. Əhliman gəlib adil kimi oxuya bilməz axı. Adil gəlib əhliman kimi ifadə edir. Qardaş, yəni pis yaxşı buna məxsusdur. Xarakter zəifliyi var da. Sizin verilişiniz o qədər gözəl verilişdir ki, yəni burada heç bir nə müğənni olsun, nə instrumental olsun, yəni kimsəsə gələ bilər də, yəni. Əlbəttə, hər kəsin şansı seçkili yoxdur, ayrı seçkili yoxdur bizdə, yəni. Gənclərə də dəstək oluruq, tanınmışlara da biz yad edirik, daha da çox tanıtırıq. Çox tanınmışlar, qardaş, sən sizin verilişdə üzə çıxıblar, yəni. Qardaş, masifə bir də mi qurulmuyor, bu atalar sözdür. Yəni, əhliman da, yəni illərdir sənətdə var, amma efirdə az-az görsənə bilər. Bu vaxt baxımından, gənclərə dəstək olur, müəllim kimi fəaliyyət göstərir. Yəni, bugün efirdə az olur, amma gözəl sambalı olasan, səviyyəli olasan, səliqəli olasan.
Nabranın füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat kotejlər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aqroparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Lənkəran şəhərinin Şilim kəndində fəaliyyət göstərən Səfalı Ailəvi restoranı. Siz bu zövqlü məkanda həyatınızın önəmli günlərini, toy, nişan, xına, ad günlərini rahatlıqla həyata keçirə bilərsiniz. Aşpazların hazırladıkları ləziz təamlar ağzınızı dada gətirəcək. Səfalı restoranının 450 nəfərlik böyük, 100 nəfərlik kiçik zalı ürəyinizcə olacaq. Açıq havada mənzərəli 150 nəfərlik ailəvi restoran da xidmətinizdədir. Balacaları da unutmadıq. Uşaqlar üçün əyləncə mərkəzimiz var. Üstəlik hər gün saat 19-dan gecə yarısına kimi canlı musiqi sizi feyziyab edəcək. Lənkəran Səfalı Ailəvi restoranı. Əlaqə üçün 050 353 58 55. Və bizim nə var yox TV komandamız Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzirik. Həm sizin üçün, həm özümüz üçün. Biz gəzirik, eyni zamanda çəkiş edib sizə təqdim edirik. Daha da hər həftə maraqlı olsun. Hal-hazırda üst tutduğum, səfər etdiyim gözəl bir diyar, gözəl bir şəhər, Şəmkir şəhəri. Gəlişim budur ki, Şəmkirdə deyirlər gözəl bir Kür çayı var, orada balıq tuturlar. Və insanların çox marağı var. Həm insanın doğrudan da beyninə, zeyninə, canına çox böyük bir yaxşı mənada təsir edir. İnsan dincəlir, beyin sakitləşir. Biz çox yorğun ağın işlərdə oluruq. Gecə gündüz dayanmadan çalışırıq komandamız olaraq. Ana bir bu meşəyə, dağa, çaya, külə gələrsən, beyin dincəlsin. Bu quşların səsi nə edirsin deyər. Və hal-hazırda bax gözəl iki dənə şəmkirli balaları, gözəl qoçaq oğlanları görürsünüz. Necə biz tanış olduq? Yorulmayasınız. Balıq var mı deyə görüm Tural. Allahın köməyi nə olacaq? Olacaq. Necəsən, aman yap. Tural, bu yaxınlarda Şəmkirdə böyük bir dövlət tədbirdə orada parızı idim. Və mənim tanıdığım üçün yaxınlaşdıq, bir şəkil çəkdik, dostlaşdıq. Və mən ona söz verdim ki, daha doğrusu mən ondan bir xahiş edim ki, deyirlər, burada Şəmkirdə Kür çayı qəşəng balığı dadlı olur. Dedi, bəs mən özüm o işi bacarıram. Ara sıra Kürə gedirəm, balıq tuturam özüm üçün. İstirahət edərək. Dedim, bəs mən Gəncə tərəfə gəlsəm, mənə vaxt ayırsam, nə zaman istəsəm, bu nömrəm, bu telefonum. Elə oldu ki, biz görüşdük, danışdıq və artıq gəldik. O istək, o niyyət baş tutdu. Düzdür? Hər şey yaxşıdır mı, Tural? Yaxşıdır, şükür. Bir salamlaşaq. Necə deyir? Salam əleyk. Var mı bir balıq, yoxsa yox? Yoxsa. Neçə vaxt məşğulsan bu balıq? Neçə Tural? Hardasa, nə var mı, ola bir 10 il, 15 il. 10 ildir. Balaca balıq olur, yeşil balıq olur, nə olur? Baxırdı balığa, hər razmerdə balıq olur. Kür balıqları dadlı olur. Şamayka, sudak, karp, sazan. Elə bura gəlib quşların səsini eşitsən, bu Kür çayın bölündə dursan, o nə edirsən dəyər. Düzdür, isti olmalı baxmıyor, amma yenə də biz bu gözəlliyi, bu mənzərəni elə həm özümüz görüb, eyni zamanda çəkiş komandamız da çəkib sizə təqdim edir. İndi biz nə qədər, məsələn, bir balıq tutmaq vaxt nə qədər aparır? Müddət. Baxır balığın oynamağına. Elə olur 5 dəqiqə bir 10 dənə, 15 dənə çıxır. Elə olur məsələn 10 dəqiqə 2 dənə, 1 dənə çıxır.
Nə hələ ki Balığın yoxdur? oynamağına bax. Hələ ki yoxdur. İnşallah indi birazdan olar. Biz Gəncədən çıxdıq, gəldik Şəmkirə və əlaqə yaratdıq və marketdə biz girdik. Marketlərin birində gözəl çörək aldıq, su aldıq, duz aldıq, müəyyən pomidor aldıq. Yəni balığın bölünə olmalı axı onlar. Balıq elə də yeyilməz. Amma deyir ət balıq kəllə, balıq yeyilir əllə. Biz də gözləyək. Bizə nə qalır? Biz isə gözləməliyik. Hər şeyin də vaxtı zamanı var. Bu Turalın birinci balığı. İlk balığıdır. Amma Tural mənə söz verir ki, sənə öldürəcəm, sən də balıqça tut. Bu nə balıqdır Tural? Şamayka. Şamayka. Qaqaş da balıqdandır. Baxın dostlar. İnsan yemək istəmir, qıymır. Amma balığın gözəlliyinə baxın. Hələ də nəfəs alır. Bir 10 dəqiqə vaxt getdi də. Və hələ siftəsidir. Mən də tutacağım, mən neçə balıq tutacağım. Gözləməyə dəyər. 2 saat var ki gözlədim. Amma balaca balıq, özüm üçün balaca, tam arıq balıq. Elə bu mənim özümə aiddir. Məni doydurur, hələ yaşayır. Nəhayət, şansım var imiş, yox. Bəli dostlar, proqramımız davam edir. Bu qədər bayaq hamı otağa daxil olan kimi deyir ki, çox gözəl bir, maraqlı bir çılçıraqdır. Amma məncə bu dizaynı buranın rəhbəri verib, özü elətdirib. Çünki mən bildiyimə görə bu məkan nə varsa, nə görülsə, məkanın öz rəhbərinin ideyasıdır və əllə düzəlmədir, yəni belə deyək. Saçda yoxdur, əl işləridir, bəli. Onun üçün çox maraqlıdır. Çox maraqlı. Zövqün sənin yaxşıdır. Məsələn, müasir daha çox, bax məsələn, müasir insansan, amma daha çox keçmişə belə deyək, diqqət arsan. Bilirəm, əlbəttə. Ürəyim mənim, əziz dostum Emin. Salamlayıram tamaşaçılarımızı. Bəyim Ağazadə. Çox dəyərli operatorumuz Əlini. Məkandan söz düşmüşkən, bu məkan ümumiyyətlə Söhbət Şəmkirdə qala restoranına gedir, ailə məkanına. Dostlar, çox sevirəm. Yadındadırsa bir neçə illər əvvəl burada bizim çəkilişimiz oldu. Başqa kanalda başqa bir verilişlər. Vüqar da oradaydı. Vüqar skripkat, çox gözəl. Baxmayaraq Tovuz əhlinin belə də vətəndaşı, Tovuzu balası, amma inan ki, səsi Qazaxdan, Gəncədən, Bakıdan, Şəkidən. Çünki tələbat var ki, mədəni insandır. Həm sözün yaxşı mənasında insandır, həm sənəti var, sənətkardır, gənc sənətkar. Biz düzdür, indi sənətkar böyük bir insana deyilir, amma bunun ürəyi gözəldir. Necə ki, bəyim mənimlə də gənc sənətkarı deyərdim, Emin. Gənc sənətkardır, təhsillidir. Təhsillidir, mədəni insandır. Özə, mən bilmirəm ki, səninlə bir yerdə çalışır, ansamblın bir bədii rəhbəridir. Bəli, Tovuzda Vüqar qrup gözəl bir ansambl yaradıb, Vüqar özü idarə edir, çox gözəl rəhbərlik edir. Gəncədən bizim solistlərimiz var. Bəli, o müğənni dostlarımız var və çox keyfiyyətli ansambl. Demək olar ki, mən bunu düzdür, hər adam üçün demək olmaz, amma Vüqar Tovuzu demək olar ki, ən keyfiyyətli toyların aparıcısıdır. Çünki bunun musiqi duyumu böyükdür, gözəldir. Gözəl, illər qoruş, bu artıq mən bunu 20 il tanıyam, elə məndən də qabaq bu insan sənətə daxil olub, sənətini sevir, sənətini davam etdirir. Hətta Emin, yaxınlarda bu sənət yolunun bu müddəti haqqında bir söhbətimiz oldu. Vüqar deyir ki, nə vaxtısə, deyirəm ki, hardasa 14-15 il, deyir, mən 91-ci ildən bu sənətdəyəm. Deyirəm ki, Vüqar, mənim yaşım qədər sənin stajın var. Amma gənc də cavandır, yəni uşaqlıqdan bəli, maşallah. Sən ya, o qədər ürəyi təmizdir, o qədər musiqinə yaşır. Doğrudan insan musiqinə yaşayanda beyin sakitləşir, niyyətlər saf olur, təmiz olur. O sənət üçün doğulmaq deyə bir şey var, Emin. O sənət üçün doğulmaq. Qoy Vüqarla bir salamla işlə. Vüqar, hər şey yaxşıdır mı? Şükür Allah razı olsun sizin bir gözəl sözlərinizə görə hamıza təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Mədəni insandır. Bu insan deyir mənə sənətimdən danış, sənətimi göstərir. Bəli. Boş-boş deyir, düz deyir, boş-boş danışmaqdansa sənətini göstər.
həsrətindəyəm. Ayılt duyğuları, hissləri ayır. Qaranlıq gecəni zülmətindəyəm. İnan saf eşqimə yanıma qayıt. Yaman darıxmışam, nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydu, göründü, göründü neydi. Yaman darıxmışam, nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydum, göründü, göründü neydi. Dilimdə lal olub danışa bilmir. Gözüm sənsizliyə alışa bilmir. Qəlbim öz-özüylə barışa bilmir. İnan saf eşqimə yanıma qayıt. Nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydum, göründü, göründü neydi. Yaman darıxmışam, nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydum, göründü, göründü neydi. Nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydu, göründü, göründü neydi. Yaman darıxmışam, nə uzaq getdi. İnan saf eşqimə yanıma qayıt. Yoxsa bir yuxuydun, göründü, göründü neydi. Bu anda mən istədim ki, Şəmkidə fəaliyyət göstərən bizim dəyərli dostumuzun gözəl məkanı, Tural bəyin qala ailəvi olan məkanı sizə təqdim edim və eyni zamanda elə öz adımdan, komanda adımdan təşəkkür bildirim. Qala ailəvi məkan Şəmkidə sahib seçilir. Tam səmin deyirəm, rəqib tanımır. Çünki bu məkanın mənzərəsi, özəlliyi, gözəli başqadır. Hər zaman yenilənir. Burada siz toy, nişan, ad günü, özəl günlərinizi ailəvi bir şəkildə, dostlarınızla tam yadda qalan bir şəkildə qeyd edə bilərsiniz. Qiymətlər münasib, qarşılanma mükəmməl, rəhbərlik gözəl bir insan. Yəni, bu məkanda nə istəsəniz var. Ləzzət həmmanın dadından həm dada bilərsiniz, eyni zamanda elə körpələrimiz də unutmuyorlar ki, uşaqlar gəlib burada elə böyüklərlə bir yerdə əylənirlər. Həm uşaqlar üçün əyləncəli bir burada anlar yaşamaq olur, eyni zamanda böyüklərimiz də həm əylənirlər, həm də gözəl Şəmkirimizin mətbəxindən ləzzət həmmanın dadından dadır və burada unutulmaz bir an yaşarlar. Elə mən də kollektiv adımdan bir daha Tural bəy və onun gözəl peşəkar komandasına minnətdarlıq edirəm ki, qapılarını üzümüzə açdı və bizi çox gözəl qarşıladılar. Və hər zaman bu məkana, qala ailəvi bir məkana gəlməyə və gülməyə dəyər. Sizə hər birinizi məsləhət görürəm ki, bu məkana gəlin, bu gözəllikləri canlı-canlı görəsiniz.